Molla bir gün toy məclisinə köhnə, yamaqlı gündəlik paltarında gedir. Heç kim ona məhəl qoymur, yuxarı başa keçirmir. Hətta bir stəkan çay da təklif edən olmur. Molla bu münasibətdən inciyib, qaça-qaça evə qayıdır, sandıqdan ən bahalı kürkünü çıxarıb geyinir və yenidən məclisə gəlir. Bu dəfə hamı ayağa qalxır, təzim edir. Buyurun Molla əmi, gəlin başda oturun. Molla süfrəyə oturan kimi pilovun yağını kürkünün ətəyinə, qollarına sürtüb bəkdən deyir. Ye, kürküm, ye! Bu hörmət mənə yox, sənədir. Məclisdəkilər təəccüblə soruşur. Ay Molla, bu nə deməkdir? Niyə kürkə yemək verirsən? Molla cavab verir. Bayaq gələndə içindəki mən idim, amma mənə bir tikə çörək verən olmadı. İndi hörmət kürkümədirsə, qoy elə yeməyi də o yesin.